bağlı zəhmət olmasa problemlər yaşamayaq. Buyurun müəllimə. Təşəkkür edirəm müəllim sizə. Deməli müəllimlər, əvvəla xoş gördük hər birinizi. Əziz həmkarlar, axşamınız xeyir olsun bir daha. Bugün mən sizlərlə təlimin təşkilində istifadə etdiyimiz iş formaları və iş üsullarının geniş izahını verəcəm. Geniş o mənada ki, yəni təkcə nəzəri cümlə və bir cümlə ilə bitəcək bir izah deyil bu. Yəni çünki bu kurikulumun olduqca vacib bir mövzusudur. Yəni bu mövzunu bilsəniz qəbulda bu tipdə, yəni situasiyaların öhdəsindən gələ bilirsiniz. Yəni çünki bu 2025-ci ildə bizim belə deyim də MİQ imtahanımızda eyni zamanda sertifikasiyada da təbii ki gözlənilir. Çünki olmazsa olmaz ən azından yəni 4-5 sual qəbulda mütləq şəkildə sizlərin qarşısında çıxacaq. Və indi isə mən ekranı gətirirəm. Zəhmət olmasa mənə bildirərsiniz. Buradan bir kəlmə mən özüm görəcəm. Prosta dəqiq bilim görüm ki, hamıda hər kəsdə ekrana gəldimi, yəni PDF. Axşamınız xeyirli olsun. Müəllimələr, zəhmət olmasa səslərə nəzarət edin. Müəllimlər, görün ekran gəldimi sizdə də? Kəmal əmə hansısa müəllimə səs açıqdır, o bağlasın səsini, mən də tapa bilmirəm hansını indi. Bəli, gəldi müəllim. Zəhmət olmasa səsləri bağlayan müəllimlər. Mən çünki fikrim izahda olacaq, PDF-də olacam, çıxıram yəni MİQ-dən. Siz səsləri bağlayın hər bir kəs. Çünki dərsi qayda eləyirəm mümkünsə. Sonra keyfiyyət itəcək yəni dərs izləyərkən. Deməli müəllimlər, təlimin təşkilində istifadə olunan əvvəlcə forma, yəni iş formaları haqqında danışacağam sizinlə. Hər biri bir-biri ilə əlaqəlidir. Birinci olaraq biz bilirik axı məktəbəqədər dövrdə qruplar 1-3 yaşında, yəni birinci, ikinci körpələr qrupundan başlayaraq məktəbə hazırlıq qruplarına qədər qruplar mövcuddur. Yaş qrupları üzrə biz demişdik ki, 1-3 yaşlı uşaqlar körpələr qrupu, digər artıq 3 yaş üzəri orta, böyük və məktəbə hazırlıq qrupu isə 3-6 yaşlı qrupa daxildir. Deməli, əvvəla başlayaq birinci iş üsullarından. İş üsulu deyəndə müəllimlər nəyi nəzərdə tuturam? Baxın, iş üsulu nədir? İş forması. İş forması nədir? İş üsulları nədir? İş formaları deyəndə müəllimin belə deyək də bir növ təşkilatçılıq bacarığıdır. Nəyə görə təşkilatçılıq bacarığıdır? Çünki müəllim ilk öncədən təbii ki, nəticə yönümlü müəllim öz planını bilməlidir. Planlı, produktiv, məhsuldar bir müəllim olmalıdır ki, deməli fəaliyyət əsasında hansı ki keçəcəyi məşğələni qurmazdan əvvəl hansı tipdə fəaliyyət verəcək? Yəni aydındırmı? Burada fərdimi verəcəm mən məşğələdə, fərdimi, qrupmu və yaxud da kollektivmi? Yəni bunu ilk öncədən planlı, produktiv, məhsuldar, nəticə yönümlü müəllim ilkin olaraq 1-3 yaşlı uşaqlarla, məsəl üçün, baxın, mən körpələr qrupunda tərbiyəçi müəlliməm. 1-3 yaşlı uşaqlarla mən bugün Artinin bizə verdiyi çərçivə əsasında fərdi, yarım qrup və kollektivlə iş formasını verirəm. İndi burada bir-bir gəlib baxacam. Baxın, burada mən hər bir PDF-də şəkillərlə yəni təsvir eləmişəm. Şəkillə daha rahatdır, həm göz qalıcı, həm belə deyək də vizual olaraq öyrənməni şərtləndirir. Yəni tək elə cümlə, sözlər, yəni gözünüzü yormasın. Mütləq ki, mən PDF-lərimdə yəni əyaniliyə də yer verirəm. Baxın, 1-3 yaşlı uşaqlarla biz dedik ki, fərdi, yarım qrup, kollektiv, 3-6 yaşlı uşaqlarla isə fərdi, cüt qrup və kollektiv. Burada nəyə əlavə elədim? İndi oxşar fərqli cəhətləri nədir? Oxşar cəhətləri budur ki, hər ikisində 1-3 yaşlıda da, baxın, 1-3 yaşlıda da fərdi və kollektiv götürəcəm, 3-6 yaşlıda da
3-6 yaş uşaqlarla da fərdi və kollektiv iş formasını götürəcəm. Bəs yaxşı, fərqi nədir? Fərqi odur ki, körpələr qrupunda yarım qrupla, yəni biz cütlər vermirik. Eyni zamanda qrupu da bütöv şəkildə vermirik. Yarım qruplarla keçirik. Amma 3-6 yaş dönəmdə artıq orta qrup üzəri böyük uşaqlardan artıq biz mütləq şəkildə cütləri də əməkdaşlığı da qeyd etməliyik. Gəlin görək niyə? İlk öncə mən fərdi işə keçməzdən öncə müəllimlər, fərdi işə keçməzdən öncə mən bir şeyi vurğulamaq istəyirəm ki, bu danışdığımız iş formaları, iş üsulları ümumilikdə, yəni təlimin belə deyək də, pedaqoji tamlığın bütövlüyü deməkdir. Pedaqoji tamlığın bütövlüyü, yəni pedaqoji prosesin tamlığı bütövlüyü prinsipinə əsaslanır və bu düzdür, pedaqoji prosesin tamlığı özü ayrıca bir prinsip kimi götürmürük. Çünki biz uşaq yönümlü demokratik təhsil sistemi çərçivəsində biz bunu keçirik. Təbii ki, müəllimin demokratik üslublu bir müəllim yetişdiririk. Eyni zamanda da uşağı subyekt amili ilə biz baxırıq. Subyekt obyekt yox, biz uşağa əşya kimi baxmırıq, insan kimi, subyekt kimi baxırıq və ona görə də baxın, bizim seçəcəyimiz bu fəaliyyətlər üzrə formalardır, üsullardır, mütləq şəkildə şəxsiyyət yönümlülük didaktik prinsip əsasında təşkil olunmalıdır. Çünki biz didaktik prinsipləri də keçəndə demişdik ki, şəxsiyyət yönümlülüyün 4 komponenti var. Əsas vacib komponentlər nə idi? Bizdə idrakdır, deməli idrak idi, ünsiyyət idi, idrak, qısa-qısa yazıram, vaxtımız getməsin, ünsiyyətdir, psixomotor bacarığı idi və təbii ki, bizim dəyərlərimiz idi, milli, bəşəri dəyərlər. Və görürsünüz, bu 4 komponentin biri olmasa, deməli, şəxsiyyət yönümlülük pozulur. Eyni zamanda pedaqoji prosesin tamlığı da pozulur. Çünki niyə tamlıq pozulur? Biz artıq tam şəxsiyyət yönümlülüyünü yetişdirə bilmirik də. Ona görə də baxın, bugün bizim təlim strategiyası nəyə görə bugün bizə çərçivədə dövlət bizə kurikulumu verəndə iş formalarını, iş üsullarını təlim strategiyası üzərində verir. Çünki təlim strategiyası nələr daxildir? İlkin olaraq bizim əsas planlaşdırmamız daxildir. Planlaşdırmamızdır, deməli, iş üsulu, iş formaları daxil, eyni zamanda təlimin təşkilinə verilən tələb və prinsiplər mütləq dərəcədə vacibdir. Görürsünüz, tələb və prinsiplər bir-biri ilə əlaqədar zəncirvari formada təşkil olunmasa, biz onu keçməsək, iş forması, iş üsullarına da keçid edə bilmirik. Aydındırmı? Hər biri bir-biri ilə əlaqəlidir. Və biz indi iş formalarına baxırıq. Çünki biz birinci körpələr qrupundan başladıq. Dedik ki, 1-3 yaş uşaqlarda əsas fərdi iş formasıdır ki, özünü büruzə verir. Ümumiyyətlə, fərdi işi tək körpələr qrupunda yox, bayaq qeyd etdiyim kimi 3 yaş üzərində, yəni böyük uşaqlarla da təşkil edə bilərik. Fərdi iş zamanı uşaqların potensial imkanlarının müəyyənləşdirilməsi. Potensial imkanların müəyyənləşdirilməsi və onların müstəqil fəaliyyəti. Fərdi işin açar sözü nədir? Fərdi işi əsas açar sözlərlə deyəcəm ki, bugün uşaqlar tutalım ki, hər kəs fərqlidir, düzdürmü? Biz asosial, əsas fərd daxili, introvert uşaqları biz məşğələyə necə adaptasiya edə bilərik? Tutalım bu uşaq qrupda, yəni bu uşağın sosiallığı yoxdursa, mən o uşağı necə cütlərə verə bilərəm və yaxud da əməkdaşlığa sövq edərək qrupa sosiallaşdıra bilərəm, doğrudurmu? Ona görə mən bugün fərdi iş formasına deməli, müraciət etməliyəm. Burada fərdi iş formasının müsbət tərəfləri nədir? Potensial imkanların müəyyənləşdirilməsi. Çünki uşağın nə kimi bacarığı var? Uşağın zəif və güclü tərəflərinin önə çıxarılması, aydındırmı? Yəni, əsas müsbət cəhəti mütəşəkkil forması odur ki, mən bugün uşaqların sonda qiymətləndirərkən daha keyfiyyətli bir nəticəyə sahib olma yönündə, yəni uğurlu bir yöndə sonluqla, yəni mən bu iş prosesinin sonunu görürəm. Ona görə ki, çünki mən onların fərdi, təsəvvür edin, hər bir uşaqla fərdi şəkildə məşğul olursunuz. Hər cəhətdən, hər tərəfli formada, yəni tapşırığın icrasında bir növ müəllimin dəstəyi, müəllimin nəzarəti əvəzsizdir və nəticədə nə olur? Uşağın müstəqil fəaliyyət göstərməsi. Yəni, bu cür uşaqlar müstəqilliyə daha meyildir. Yəni, bu uşaqlar, tutalım ki, uşaqdır qarşısında, görürsünüz, baxın, bu şəkildə bir dənə mən izah verim ki,
Baxıb, məsəl üçün, burada bir çox, mən niyə şəkillər üzərindən bu PDF-ni təsvir elədim? Çünki müəllimlər, məsələn, qəbulda verilsə ki, bu şəkil verilsə ki, daha çox hansı iş formasını burada görürsünüz? Müəllimlər bunu cütlər götürə bilər. Baxın burada, mən bunu deməli, mütləq qeyd eləməliyəm ki, bu hissədə müəllimlər, bax, bu iki uşağı götürüb cütlər verə bilər. Amma yanlışdır. Nəyə görə? 2 nəfəri görürəm masa ətrafında. Mən nəyə görə burada mən cüt götürməli deyiləm? Çünki burada fərdi iş formasıdır. Ona görə ki, hər bir uşağın qarşısında öz, belə deyək də, tapşırığı icra olunur. Baxın, hər kəs öz fəaliyyəti ilə məşğuldur. Aydındırmı? Burada yoldaşlıq yoxdur. Burada müzakirə, bir-birinə dəstək yoxdur. Bir-birinə qarşı əməkdaşlıq, ünsiyyət, kommunikativ bacarıqlar demək olar ki, yoxdur. Yəni, müstəqillik nədir? Uşağın özünə nəzarəti, fərdi, şəxsi, müstəqil, sərbəst fəaliyyəti fərdi iş formamızın bugün açar sözləridir. Aydındırmı, yəni müəllimlər? Ona görə burada 2 nəfər götürüb biz cütlər, əməkdaşlıq, kooperativlik verə bilmərik qəti şəkildə. Demək, digər növbəti bir iş formamız isə gəlir bizdə cütlərlə iş forması. Burada ümumiyyətlə mən cütləri indi 1-3 yaşında təbii ki vermirəm. Burada PDF-də hamısını qeyd eləmişəm. Sadəcə cütləri indi burada qabağına da qeyd eləyək ki, yəni fikir ayrılığı yaranmasın ki, burada cütləri biz 3-6 yaş götürəcəyik təbii ki. Bu körpələr qrupu deyil, 3 yaş üzərində. Cütlərə nəyə görə gəldim? Bu şəkli təsvir edirəm, baxın. Baxın, görürsünüz, burada da 2 uşaq yanaşıdır. Buradakı şəkildəki fərqliliyə baxın, buradakı fərqliliyə baxın müəllimlər. Görürsünüz, burada da tapşırıq icra olunur. Burada tapşırıq amma birdir. Yəni, burada əslində ola bilər uşağın qarşısında, hərəsinin qabağında bir işçi kart ola bilər, işçi vərəq ola bilər. Amma müzakirə var, amma bir-birinə var. Ən yaxın əməkdaşlıq var, aydındırmı? Əsasən də problem həll etmə bacarığı var, problem həll etmə səriştəsi var, aydındırmı? Çünki burada özünü dərk var, burada özünün məsuliyyət var. Çünki uşaq aydın şəkildə öz məsuliyyətini, şəxsi və sosial məsuliyyət ilkin olaraq burada cütlərlə iş formasında qoyulur. Baxın, yəni burada birin-birinə əməkdaşlıq prosesi davam eləyir. Ona görə də cütlərlə fərdi iş formasından əsas fərqləndirən cəhət nədir? Birin-birinə əməkdaşlıq. Yəni, burada daha çox bilirsiniz necədir? Sıx yoldaşlıq, yəni nəzərdə tutun, yəni qarışdırmayaq. Bəs yaxşı, desəz ki, müəllimə, qruplarla da əməkdaşlıq var axı. Biz necə cütlərə əməkdaşlıq deyək? Cütləri qruplardan fərqləndirən bir nüans var ki, cütlərlə də daha yaxın əməkdaşlıqdır. Ən yaxın əməkdaşlıqdır. Ən yaxın sözünü qeyd edirsiniz müəllimlər, aydındırmı? Ən yaxın əməkdaşlıq. Burada da qeyd edirəm, ən yaxın. Ən yaxın, bu oldu bizim cütlərlə də. Amma qruplarla da isə sırf kooperativ bacarıqlar deyirik. Kooperativ ilə zaten əməkdaşlıq sözüdür. Bu arada burada 4K bacarığımızı da qeyd eləyək. Bizim 4K, yəni 21-ci əsr kompetensiyalarımız nədir? Bizim 4K bacarığımızdan bilirdik ki, ilkin olaraq bizim kommunikativ mənim ünsiyyət bacarığımdır. Kooperativ, indi dediyim həmin mənim əməkdaşlıq bacarığımdır. Kritik tənqidi təfəkkürümdür və eyni zamanda kritik və kinestetik. Kinestetik, biraz mışqa ilə yazdığıma görə üzrlü sayın, kompüterdə biraz çətin olur mənə yazmaq. Mən niyə 4K bacarığına dedim müəllimlər? Bugün mənim kommunikasiyam, ünsiyyətim əgər formalaşmasa, mən yəni sosiallaşa bilməsəm, necə deyərlər, şəxslər arası, yəni belə deyim də, fərd daxilidən çıxa bilməsəm, ekstravert olmasam təbii ki, üzr istəyirəm, müəllimlər dəhşət zəng eləyir. Müəllimlər dərs prosesindəyim, xahiş edirəm, zəng eləməyin, fikrim yayınır. Baxın, qrupa zəhmət olmasa müəllimlər deyir, qoşula bilmirik. Çünki burada yəqin ola bilər limit də olub müəllimlər. İndi mən baxa bilmirəm təqribi nə qədər say var. Ola bilər limit də olub, bəlkə ona görə qoşula bilmir müəllimlər. Zəhmət olmasa qrupda köməklik edin bir-birinizə, qoşulmaq istəyən müəllimlərə. Yəni mən bugün kommunikativ bacarıqların formalaşması, ünsiyyətim, yəni
sosial olmasam, təbii ki, kooperativlikdən söz gedə bilməz, əməkdaşlıqdan söz gedə bilməz. Kritik təfəkkürüm, yəni mütləq kritik düşüncə, təfəkkür mühüm rol oynamalıdır. Çünki uşaqların ən azından müşahidəçilik qabiliyyəti, uşaqların müşahidə edərək, tədqiqat apararaq, belə deyim də, ortaq ümumiləşdirmələr apararaq ortaq bir nəticəyə gəlməsi ümumiləşdirmələrdir. Eyni zamanda o fərqlilikləri nəzərə alaraq, belə deyim də, fərqli və oxşar cəhətdən, yəni analiz etmə bacarığıdır, mövqe, münasibət, mühakimə bildirmə bacarıqları tənqidi təfəkkürün əsas elementləridir. Və qruplarla işdə əsas açar söz nə oldu müəllimlər? Uşaqların müstəqil fikir söyləməyi, digərlərini dinləmək imkanı əldə edirlər. Burada bir şey qeyd edeyim ki, deməli, cütlərlə də fərqi oldu ki, ən yaxın əməkdaşlıq dedik, qruplarla da isə, belə deyək də, sosiallıq, elə əməkdaşlıq, ünsiyyət bacarıqları və burada da təbii ki, problemin bir yerdə həll etməyə cəlb olunması. Deməli, burada müstəqil fikir söyləmək, deməli, müstəqil fikir söyləmək hər ikisində də var. Yəni, belə deyək də, cütlərlə də müstəqil fikir söyləmək deyil, qruplarla da müstəqil fikir söyləməyə götürəcəksiniz müəllimlər. Mütləq şəkildə burada qeyd eləyirəm. Demək, müstəqil fikir söyləməyi cütlərlədən daha çox qruplarla da götürəcəksiniz, aydındırmı? Əslində, belə deyim, amma burada fərdi iş formasında isə müstəqil fəaliyyəti götürəcəksiniz. Qeyd eləyirəm. Müstəqil fəaliyyət, müəllimlər, müstəqil fəaliyyət qeyd eləyirsiniz. Sizdə müstəqil fəaliyyət fərdi iş formasındadır, amma müstəqil fikir söyləmək, yəni danışmaq, hər bir uşağın öz fikri var, düzdürmü? Bu qruplar daxilində olacaq. Müstəqil fikir söyləmək isə qruplarla iş formasının əsas açar sözüdür. Deməli, ən yaxın əməkdaşlıq oldu cütlərlə də, sadəcə əməkdaşlıq qruplarla da. Kollektiv nədir müəllimlər? Bax, bu qeyd edeyim ki, bu arada bu şəkil qruplarla iş formasının, yəni şəklidir. Yaxşı, bəs kollektiv iş forması nədir? Kollektiv iş forması birgəlik deməkdir, toplum deməkdir, ümumi fəaliyyət deməkdir. Burada tapşırıqlar da, belə deyək də, fərqli tapşırıqlar verilmir. Yəni, burada problem həll etmə olarsa da əgər ümumi bir müzakirəyə, yəni ümumiləşdirilmiş bir müzakirəyə, belə deyək də, uşaqlar fokuslanır. Burada təbii ki, tərbiyəçinin dəstəyi altında, belə deyim, nəzarəti altında uşaqların belə deyək, ümumi bir ortaq məxrəcə gəlməsi. Çünki vaxt, zaman eynidir, lakin belə deyək də, tapşırıqların da eyni tapşırığın eyni müddət ərzində deməli, həll olub bitirməsidir. Baxın, burada da təbii ki, ətraflı şəkildə qeyd etmişəm ki, kollektiv iş formasının əsas, deməli, ümumiyyətlə, kollektiv, kommunikativ yadda saxlayırsınız. Kollektiv, biraz yaxşı yaza bilmirəm. Kommunikativ, yəni bizim ünsiyyət bacarıqlarımız. Kollektiv, kommunikativ. Birgəlik, birgə fəaliyyət göstərmək əsas, belə deyək də, açar sözlərdir. Və bir də burada müəllimlər, mənfi cəhəti də, fərdi iş formasının mənfi cəhəti, onu da qeyd etməliyim. Çünki burada vaxt çatışmamazlığıdır mənfi cəhət olaraq. Bilirik ki, məsəl üçün, biri var qruplarla keçirik, biri var məsəl üçün, kollektivlə ümumi tapşırığı eyni vaxt ərzində hər kəsin bir tapşırıq, belə deyək də, bir tapşırıq altında bütün icra etməsi, fəaliyyəti bitirməsi, amma fərdi işdə artıq hər kəsdən fərdi formada, diferensial formada məşğul olduğumuza görə bu da bizim bir növ vaxt itkimizə səbəb olur. Düzdür, sonda mütəşəkkil nəticə əldə etmiş oluruq. Təbii ki, müsbət cəhətləri daha çoxdur, amma sadəcə mənfi cəhət odur ki, vaxt çatışmazlığından irəli gəlir. Deməli, biz nə qeyd etdik? 1-3 yaşlı uşaqların fərdi yarım qrupdakı, məsəl üçün, qrupunuzda 30 uşaqdır, körpələr qrupunda artıq, məsəl üçün, bölürsünüz, yəni 15-15 eləyirsiniz də, çünki körpədirlər axı, bunlarda hələ dərk etmə tam inkişaf etməyib, hələ təfəkkürün bünövrəsi hələ qoyulmayıb. Yəni, uşaqlar 1-3 yaş dövrəmində zaten. Ona görə onların mənimsəməsini çətinləşdirməmək üçün, həmçinin onlarda əməkdaşlıq, yoldaşlıq inkişaf etmədiyi üçün bunlar, yəni, loru desək, belə deyim də, yəni anlamırlar, başa düşmürlər və təbii ki, onları konfliktə girməmək şərti ilə, yəni dalaşmaması üçün, bir-birlərini incitməməsi yəni müqabilində təbii ki, məşğul olmuş oluruq. Və 3-6 yaşlı uşaqlarla da biz nə verdik? Fərdi, cüt, qrup və kollektiv.
Və əsas məsələ bizim bu günlərim iş üsullarımızdır, müəllimlər. İş üsulları, baxın, burada da məsəl üçün körpələr qrupunun iş üsullarına ayrıca verilir. Eyni zamanda 3 yaş üzəri, 3-6 yaş uşaqlarla da iş üsulları daha mürəkkəb xarakter daşıyır. İlk öncə 1-3 yaşlı uşaqlarla baxaq görək bugün hansı iş üsullarından biz veririk. Baxın müəllimlər, özünüz diqqətlə baxanda görürsünüz ki, ancaq oyunlar. Baxın, oyunlar. Oyunlar. Burada da oyunlar. İndi baxın, gələcəm oyunların növünə. Biz bunu, yəni oyunlarla belə inteqrasiyalı şəkildə desəm, yəni əsas süjetli rollu oyunlardan başlayırıq. Çünki nəyə görə süjetli rollu oyunlar? Daha çox körpə uşaqların bir növ belə deyək də imitasiya edərək, təqlid edərək maraqlandığı oyunlardır da. Yəni onlara daha çox cəlb edici gəlir süjetli rollu oyunlar. Çünki onlar bir növ böyüyü canlandırmaq istəyirlər. Fərq yoxdur, valideyni olsun, özündən böyük bacısını, qardaşını, müəllimini olsun və ən əsası da hansısa peşə sahiblərini canlandırmağı sevirlər uşaqlar və görürsünüz burada da deyir ki, yəni uşaqlar müxtəlif nöqteyi nəzərdən yanaşırlar və bir növ hadisənin bilavasitə iştirakçısı olmaq, mövcud vəziyyətə girmək. Mövcud vəziyyət nədir? Özlərini həmin bir anlıq rolda təsvir edirlər də, yəni həmin rola qoyurlar özlərini ki, biz rola girək, mövcud vəziyyəti canlandıraq və təbii ki də burada tərbiyəçi müəllimin də böyük bir skafoldinqi dəstəyi var ki, hətta belə deyim, birgə fəaliyyətə də müəllim qoşula bilər və təbii ki, böyük dəstəyi, böyük köməyini biz burada görürük ki, dəstək verir uşaqların oyunların gedişatında, onların geyimlərində, həmçinin hansısa bir oyuncaqların resursun verilməsində tutalım ki, müəllimin təbii ki, böyük rolu vardır ki, və burada da görürsünüz, baxın, burada şəkildə də qeyd etmişəm ki, uşaq, baxın, özü situasiyadan baxan kimi görürsünüz ki, həkim obrazıdır. Yəni, həkim obrazını canlandırır, hətta o həkimlərin yaxasından həmişə olan o yəni vasitə ilə, belə deyəm də, yoxlayır. Baxın, qarşısındakı öz, belə deyim də, əşyasını sanki xəstəsiymiş kimi rolunda çıxış edərək uşaq bir növ burada həmçinin simvolik oyun da canlanır. Çünki niyə? Simvolik oyunda biz demişdik axı, uşaq sanki o əşyanın canlısı gözündə baxır. Məsəl üçün, ayısına süd çizdirir, nə bilim, gəlinciyinin saçını darıyır. Eyni zamanda da burada bu kuklasını uzadaraq onu sanki xəstəymiş kimi ciyərlərini yoxlayır bir növ desək, yəni həkim dili ilə desək. Ona görə də yəni burada əsas bizim açar sözümüz nə oldu? Ən güclü təqlid etmə və imitasiya. Aydındırmı? Və nəyə görə 1-3 yaş uşaqlarda biz hərəkətli oyunlara yer veririk? Çünki hərəkətli oyunlar sadə məzmunlu hərəkətli oyunlar olmalıdır. Burada da zaten körpə belə deyək də 1-3 yaşlı uşaqların edəcəyi, belə deyək, təmrinlər, hərəkətləri bir növ fiziki tərbiyə məşğələsindən götürmüşəm. Hansı ki, uşaqlar deməli, kiçik qruplarla, təbii ki, birinci kiçik qruplarla təşkil edirsiniz uşaqları. Hələ ilk öncədən bu cür başlamalısınız. Daha sonra isə birgə formada artıq qrup daxilində verə bilərsiniz. Yəni, hərəkətlilik olduqca, yəni kinestetik öyrənmə tərzimizi ifadə eləyir. Çünki körpələrdə daha çox hərəkətlilik, belə deyək, mütəhərrik oyunlara daha çox yer verilir. Lakin didaktik oyunlar da ki, biz bilirik ki, didaktik oyunlar kognitiv öyrədici xarakter daşıyır. Oyuncaqlarla oyunlar, stol üstü çap oyunları ilə buna bariz nümunədir ki, hansı ki, bu uşaqların diqqətində, yəni bütün psixi proseslərimizi deyərdim ki, əsas da diqqətdir. Çünki diqqət psixi proses adaptasiya olmasa, yəni bu uşaqlarda təfəkkürdür, qavrayışdır, təxəyyüldür, yəni diqqətdən başlayır da, yəni uşaq diqqətini ora cəlb edir. Tutalım, puzzlelarla məsəl üçün oyun verirsiniz, məsəl üçün deyirəm. Məsəl üçün adi illüstrasiyalar şəkli bir-biri ilə belə deyək də yerləşdirmək, fiqurları bir-birinin formasında düzmək. Yəni bunlar hamısı diqqət psixi prosesi əsas tələb edir. Görürsünüz, diqqətdir, təfəkkürdür, qavrayışdır, təxəyyüldür, eyni zamanda kiçik motor hərəkətlərinin inkişafına, ələxüsus bizim kiçik motorikamızı, yəni əl, barmaq əzəllərimizin inkişafında böyük bir təkanı vardır ki, hansı ki, bu da 1-3 yaşlı körpələr qrupunun ən bariz, belə deyək də, nümunəsidir. Aha, keçik 3-6 yaşlı uşaqlarla. 3-6 yaşlı uşaqlarda müəllimlər
Ən əsas vacib olan bizim iş üsullarımız hansı ki, əqli hücum, tapmaca, nağıl etmə, bir qeyd eləyək buradan, müzakirə, şaxələndirmə, problemli vəziyyət. Burada da oyunlar verilib, suallar, həmçinin söz assosiasiyası kimi üsulları biz keçirik uşaqlarla və gəlin görək hər birinə ayrı-ayrılıqda nəzər salaq ki, məsələn, əqli hücum nədir? Biz nəyə görə əqli hücumu biz daha çox belə deyim də bir çox məşğələlərdə biz əqli hücumdan istifadə edirik. Demək olar iş üsulları kimi əqli hücum veririk. Və əqli hücum əhəmiyyəti nədir? Müsbət cəhəti nədir? Burada əsas konkret olaraq problem qoyulur, konkret olaraq, yəni müzakirəyə problem qoyulur. Problemlə bağlı uşaqlardan toplanacaq fikirlər, uşaqların fərziyyələri, ehtimalları neyniyir? Bizim biraz da təlim fəaliyyətimizə rəngarənglik qatır. Aydındırmı? Yəni burada da əqli hücumun da, yəni düzdür, digər adı beyin həmləsidir təbii ki. Uşaqları sərbəst öz fikrini ifadə etməyə imkan verir. Baxın, yəni burada qrup şəklində və yaxud da kollektivlə də versəz fərq etməz. Yəni burada müxtəlif fikirlər təbii ki, irəli sürülə bilər. Hər uşağın, hər kəsin öz belə deyək də fikrinə hörmətlə yanaşılması, fikir müxtəlifliyinin zəruriliyi, vacibliyi üçün şərait yaranır. Eyni zamanda uşaqlar təbii ki, burada problem həll etmə səriştəsi olaraq problemin həlli yollarını tapmaq üçün bir növ biz əqli hücum veririk və əsas da əqli hücum neyniyir? Uşaqların bir növ fəallığının, idraki fəallığının artırılmasına və təbii ki, ideyaların onlar tərəfindən, yəni tənqidi təfəkkürün inkişafında uşaqların irəli sürdüyü hansı ki, o ideyalar, fikirlərdir, mövqe münasibətdir, bunlar hamısı belə deyək də əqli hücumun əsas açar sözüdür ki, və uşağın belə deyək də beyin aktivliyi, idraki aktivliyi və problem həll etmə səriştəsi və problem həll etmə bacarığı olaraq problemin öhdəsindən gələrək müxtəlif fərziyyələrin, ideyaların uşaqlar tərəfindən irəli sürülməsi və bütün demək olar ki, məşğələlərdə istifadə edə bilərik açar söz olaraq və ən əsası da bizim məşğələmizin motivasiya mərhələsində istifadə edirik, əqli hücum. Və əsas da psixoproses olaraq diqqət, psixoproses önəmi götürülür yəni. Növbəti iş üsulumuz tapmacadır müəllimlər. Tapmaca da ki, uşaqlarda yüksək fəallıq yaradır. Bu da yəni bizim idrakidir. Çünki uşaqları düşündürür. Yəni siz lövhədə tutan ki, kart asırsınız və yaxud da yəni o gizlədilmiş əşya haqqında, tutalım həmin o sözün mahiyyəti haqqında uşaqlara deməli məlumatlar verirsiniz. Hansı ki, açar söz mahiyyəti daşıyan bu şəkil siz tərəfindən uşaqlara təqdim olunur və uşaqlara həmin o deməli gizlədilmiş şəkillə bağlı olsun və yaxud da deməli adi elə formada, sözlü formada deyirsiniz, o gizlədilən əşyanın xüsusiyyətlərini sadalayırsınız. Təbii ki, və uşaq da neyniyir? Artıq düşünür. Yəni belə deyək də, ağlına gələn, yəni bütün belə deyək də, tapmacanın cavablarına uyğun belə deyək cavabları, yəni ehtimalları sadalayırlar və bu da məsələn uşaqlar anlayışı tapmaqda deyir çətinlik çəksələr və əlavə olaraq da biz müəllim tərəfindən yeni xüsusiyyətlər sadalanır və uşaqlar da təbii ki, sonda öz fərziyyələrini bildirdikdən sonra müəllim artıq təbii ki, gizlədilmiş anlayış üzə çıxarılır, istər vizual olaraq, istər şifahi olaraq dəqiq formada deyilir və yenə də burada hər bir uşağın belə deyim də hər bir uşağın fikrinə yəni yanaşır, yəni səhv tapsa da belə, yanlış tapsa da, doğru desə də, çətinlik çəkən də olsa, aktual şəkildə normal, aktiv formada, yəni cavab verən uşaq da olsa belə, yəni burada əsas deməli açar söz olaraq bizdə burada nədir? Gizlədilmiş anlayışın tapılması və ona uyğun olaraq xüsusiyyətlərin sadalanması. Bəs yaxşı, nağıl etmə nədir müəllimlər? Nağıl etmə iş üsulu, biz bilirik ki, bədii təfəkkür məşğələmizin əsas olmazsa olmaz iş üsulunu bilirdik ki, biz burada uşaqlarda dinləmə bacarığının formalaşdırılmasıdır ki, məlumat tərbiyəçi müəllimdən uşağa ötürülür və uşaq artıq dinləyərək onu nağılın məğzini anlayır. Yəni burada biz müəllim olaraq nağılı elə formada səsləndirməliyik ki, mövzu və məzmun bir-biri ilə tam belə deyək də əlaqəli formada olmalıdır, məqsədli formada olmalıdır və
Çox yox, çox belə normal qısa vaxt ərzində 10-15 dəqiqə ərzində yəni aparılır bu iş üsulu. Eyni zamanda burada təbii ki, ən çox diaqnostikada da səhv etmirəmsə bu sual bu formada verilmişdi ki, əsas mahiyyəti nədir? Nağıl etməni biz hansı xüsusiyyətləri ilə bilə bilərik ki, bu nağıl etmə iş üsuludur? Baxın, burada ardıcıllığı gözləmədir. Nağıl etmədə tutalım ki, illüstrasiyadan vizual olaraq resurslardan istifadə etməkdir. Digər əyani vasitələrdən istifadə etmək, baxın, burada qeyd olunub. Həmçinin də uşaqların, belə deyək də, verbal və qeyri-verbal olaraq, yəni verbal nədir? Şifahi metodla suallar verirsiniz, eyni zamanda vizual olaraq uşaqların üz ifadə və jestlərini müşahidə etməklə tənzimləyirsiniz. Yəni, əsas burada nağıl etmədə zaman ardıcıllığını gözləməkdir. Deməli, sujet xətti ardıcıl sistemli olaraq verilməlidir və təbii ki, mütləq şəkildə əyaniliyə də yer verməlisiniz. Demək, müzakirə iş üsulu, müəllimlər, əsas önəmli iş üsulumuz müzakirə iş üsuludur. Nəyə görə müzakirə? Bunu daha çox, yəni situasiya formasında verirlər, yəni qəbulda. Müzakirə ona görə ki, yəni belə müzakirə adından da görüldüyü kimi daha belə dərin, idraki, uşaqların belə deyək də dərin təfəkkürünü formalaşdıran, onların fikirlərini canlandıran, belə necə deyim, başa salım ki, onlar tam belə açıq düşünərək fikirlərini aydın formada çatdıran bir iş üsuludur ki, çünki burada əsas vəzifə nədir? Problem. Burada da problem həll etmə var əslində. Problem həll etmə olaraq, yəni müzakirədə, çünki burada problemin həlli yolunu tapmaq verilir əslində, amma uşaqlara nə formada verilir? Tutalım ki, yəni siz məşğələni keçirsiniz, mövzunu vermisiniz və uşaqların burada məqsəd köklənmə nədir? Sonda uşaqların düzgün qərar qəbul etməsi, veriləcək tapşırıqla bağlı, mövzu ilə bağlı uşaqların düzgün qərar qəbul etmə bacarığıdır. Çünki siz bunu daha çox uşaqlarda kommunikasiya bacarıqlarının formalaşdırılması məqsədi ilə edirsiniz. Yəni, burada uşaqların sosiallaşması, uşaqların bir-birinə qarışaraq müzakirədə aktiv iştirak etməsi, müxtəlif fikirlərin söylənilməsi və burada da uşaqları daha çox sual və replika ilə, replika nədir? Sual-cavab forması vasitəsilə uşaqları müzakirəyə qoşursunuz və burada da deməli, inandırıcı nitqin nümayiş etdirilməsi, yəni ki, fakt və hadisələr artıq canlanır, uşaqlar bir növ inandırıcı nitqi belə deyək, nümayiş etdirirlər və həmçinin də qazandığı bilik və bacarıqları da eyni zamanda mənimsədikləri məlumatlara əsasən deməli tətbiq edirlər. Və müzakirəni biz məsələn məşğələnin mərhələlərindən desək ki, məşğələnin hansı mərhələsi ilə biz inteqrasiya edib verə bilərik? Bizim dərk etmə mərhələmizdən. Yəni burada qeyd eləyin ki, müzakirə iş üsulu əsas bizim deməli dərk etmə mərhələmizdə deməli veririk. Əqli hücum bizim motivasiya mərhələmiz idisə, müzakirə iş üsulunu biz dərk etmə mərhələsində vermiş oluruq. Aha, yaxşı. Burada deməli uşağa qaydalar da təbii ki verilir. Çünki niyə qaydaları biz müəllim olaraq uşaqlara xatırlatmalıyıq? Çünki mövzunun aydın məğzini uşaq başa düşsün deyə qaydaları əvvəlcədən izah edirsiniz, mövzunu aydın formada ifadə edirsiniz, müzakirə edirsiniz. Artıq müzakirəyə başlayarkən də deməli suallar verirsiniz də, yəni sual-cavab xarakterli müzakirələrlə başlayırsınız, aydındırmı? Yəni sualları verirsiniz və uşaqların cavablarını təbii ki, sonda təbii ki, müqayisəli bir qiymətləndirmə aparacaqsınız. Və bu sualları hansı formada verirsiniz? Situasiyada verə bilər ki, gətirək elə bir situasiya verər ki, testlərdəki, məsələn, bəli, xeyir tipli olsun, konkret olsun, nə bilim, geniş cavablı olsun, refleksiv xarakterli suallar olsun. Burada onu qeyd edeyim ki, burada uşaqları bilirsiniz ki, cavab biz bəli,
xeyir tipli ilə biz yəni qapalı cavablar ala bilmərik. Yəni gözləmirik də. Çünki burada biz konkret sual verib konkret cavab bu bizdə müzakirə işi üsulu ola bilməz də. Məsələn, səbəbini uşaqdan anla. Məsəl üçün deyirsiniz ki, mövzu ilə bağlı. Məsəl üçün uşaqlar bu gün tutalım ki, fəsillərlə bağlı sizlərlə, yəni bir təcrübə aparacağıq. Tutalım fəsillərə uyğun olaraq geyimlər haqqında danışacağıq. Yaxşı, gəlin təbii ki, əyani olaraq da göstərə bilərsiniz ki, bu geyimlər hansı fəsli nümayiş etdirir, biz hansı fəsildə tutalım ki, bu geyimlərdən göstərərək təbii ki, orada şəkillərlə göstərirsiniz geyimlərdən istifadəyi. Uşaq artıq bunu düşünür, analiz edir, elə bilən kimi də cavab verir, amma necə? Danışırsınız ki, tutalım ki, hansı formada, nə üçün? Məsələn, niyəsini izah elə. Məsəl üçün, başqa səbəblər, başqa arqumentlər gətir. Tutalım ki, başqa bir problem verirsiniz orada. İndi o problemdə uşaq da düşünür ki, görəsən məsəl üçün də biz bu problemin öhdəsindən necə gələ bilərik? Onların problemi öhdəsindən gəlmə bacarığında, yəni həmin situasiyada, həmin hal vaxtı, vəziyyətdə, yəni uşaq vəziyyətdə necə çıxış edə bilər? Yəni necə çıxa bilər? Hansı arqumentlər gətirərək, hansı mülahizələr irəli sürərək, yəni hansı cavablarla uşaq belə deyək də problemin öhdəsindən gələ bilər. Yəni bu kimi belə deyək suallar verərək uşaqların daha da mövqesini, münasibətini, uşağın daha da mühakimə yürütməyini, uşağın daha da tədqiqat xarakterli fikirlərini üzə çıxarmış olursunuz. Ona görə də dərk etmə aşağı qruplarda yox, daha çox üzr istəyirəm, müzakirə iş üsulu böyük və məktəbə hazırlıq qruplarında istifadə olunur. Növbəti bir üsulumuz isə klaster iş üsuludur. Müəllimə, digər adı şaxələndirmədir. Klaster şaxələndirmə, yəni biz bilirik ki, heç belə nəzəri cümlə ilə də baxmasaq belə, deməli, zaten bilirik ki, burada baxın, bax belə əlaqələndirmələr var. Aydındırmı müəllimlər? Yəni belə ortada dairədə, yəni mərkəzdə olaraq hansısa bir şəkil, yəni qeyd olunur və bu şəklin hissələrini məsəl üçün istəyə bilər və yaxud da hansısa tutalım ki, əlaqələndirmə istəyə bilər ki, uşaq yenə də fikirləşsin, yenə də uşaq yenə əqli tərbiyə təbii ki, uşaq düşünərək, fikirləşərək, diqqət psixi prosesinə adaptasiya edərək həmin xəttlərlə, yəni hissələri gətirib tutalım ki, birləşdirsin, həmin baxın bu mərkəzə tutalım. Aydındırmı ki, hansını tutalım ki, mərkəzdəki şəkilə verilmiş tapşırığa uyğun hansı biz parçaları, hissələri gətirib qoya bilərik. Aydındırmı? Və bu da təbii ki, yenə qruplardan belə deyək də verirsiniz və qruplarda, yəni tapşırığı verirsiniz. Hər bir uşaq, yəni belə deyək də, tapşırığı tamamladıqdan sonra və verilmiş şaxələndirmə əsasında da siz ümumiləşdirmənizi aparırsınız. Yenə də bu müzakirə iş üsulu kimi daha çox məktəbə hazırlıq qruplarında istifadə olunur, çünki aşağı qrup üçün yəni xarakterik deyil. Problemli vəziyyət nədir, müəllimlər? Problemli vəziyyət, bir də bir şey də qeyd edeyim, unutmamış deyim ki, deməli, bir dəqiqə burada şaxələndirmənin də əsas açar sözü nədir? Köhnə biliklərlə yeni biliklərin, köhnə biliklərə əsasən yeni biliklərin, belə deyək də, köhnə biliklərin aktivləşdirilməsi. Məşğələ prosesində köhnə bildiklərinə əsasən uşağın həmin o ki, biz deyirik, dairə ətrafında, məsəl üçün, mərkəzdə biz tutalım ki, və yaxud söz vermişik, və yaxud da şəkil vermişik, fərqi yoxdur, əyani şifahi olaraq. Uşaq gətirib ki, bunları birləşdirmir xətlərlə. Siz orada uşaq bilir ki, bunu, köhnə informasiya artıq uşağın belə deyək də, beyin sxemasında var ki, uşaq onu gətirib birləşdirir. Bilməsə, uşaq necə bilə bilər ki, bu mərkəzdəki şəklin hissələri nələrdir? Aydındırmı? Yəni, köhnə biliklərin aktivə edilməsi, aktivləşdirilməsi şaxələndirmə iş üsulunun açar sözüdür. Aydındırmı? Bunu da qeyd etdim.
əsas indi problemli vəziyyət nədir? İndi burada daha çox müəllimlərin beynini qarışdıran məsələ nədir müəllimlər? Burada da problemli vəziyyət var, müzakirədə də problemli vəziyyət demişik, danışmışıq. İndi gəlin görək fərqi nədir təbii ki. Problemli vəziyyət də idrakdır. Problemli vəziyyət də beyindir. Yəni uşağın tənqidi təfəkkürüdür. Baxın elə açar sözlər olaraq verib tənqidi təfəkkürüdür, təhlil etməsi, uşağın ümumiləşdirmələri aparması, sonda əlinə belə deyək də doğru düzgün nəticəyə gəlməsi və burada da uşaqlara problemli vəziyyətdə müzakirə üçün suallar hazırlanır təbii ki. İndi burada yəni çox beyin qarışdırıb suallar üzərində demək istəmirəm. Çünki əsas məğzini demək istəyirəm ki, problemli vəziyyəti müzakirə iş üsulundan fərqləndirən əsas məsələ nədir? Burada problemli vəziyyət təsvir olunmuş konkret olaraq belə deyək də vərəqlər, işçi vərəqlər uşaqlara paylanır və uşaqlar burada yenə müzakirə edirlər öz aralarında və həll yollarını tapmağa çalışırlar və təbii ki, bitirdikdən sonra burada da ümumi müzakirələr aparılır. Yaxşı, bəs bunun belə deyək də müzakirə iş üsulundan fərqi necə oldu? Çünki burada da problem həll etmə deyirik, burada da müzakirədən danışırıq. Müzakirənin problemli vəziyyətdən fərqi odur ki, burada konkret problemə köklənmirik. Ola bilər ki, yenə də bayaq bir misal çəkdim ki, problem verməz, hansısa bir tapşırıq verər, hansısa bir tutalım ətraf aləmlə tanışlıq məşğələsindən bir yəni belə deyək də fərqi yoxdur. Məsəl üçün fəsillə versin, fərqi yoxdur təbiət aləmi ilə, canlı-cansız aləmlə versin, fərq etməz yəni. Tapşırıqdır burada. Konkret burada köklənirsə sual-cavaba, replika. Sual-cavab forması ilə belə deyək də uşaqların yəni fikir ayrılığına, belə deyək də, uşaqların ümumiləşdirmələr aparmalarına, uşaqların tənqidi təfəkkürünün inkişafına. Amma problemli vəziyyətdə axı sual-cavab formasında biz vermirik. Problemli vəziyyətdə konkret olaraq, vizual olaraq qarşısına biz kartı qoyuruq, işçi vərəqini paylayırıq. Konkret deyirik ki, burada problemdir yəni. Harda problemli vəziyyətlə bağlı görsəz ki, uşaqlar problemli vəziyyətə köklənirlər, uşaqlar belə deyək, həll yollarını axtarıb tapmağa çalışırlar, təhlil etmə, ümumiləşdirmə burada daha güclüdür və sonda uşaqlar problemin həllinin yollarını müzakirə edib ortaq nəticə, yəni ümumi müzakirəyə gəlirlər. Artıq bu konkret olaraq problemli vəziyyətin açar sözləridir ki, biz bunu gözüyumulu iş üsulu kimi götürürük problemli vəziyyət. Aydındırmı? Amma biz müzakirə iş üsulunda biz bu dərəcədə, yəni necə deyim sizə, əyani vizual olaraq biz bunu canlandırmırıq problemin özünü. Burada qabarıq şəkildə vermirik müzakirə iş üsulunda. Yəni bunu bu cür fərqləndirə bilərsiniz müəllimlər. Eyni zamanda oyunlar, suallar, oyunlar da mən yenə də qeyd etdim ki, oyunları bayaq da qeyd etdim, 1-2 yaşlı uşaqlarda, yəni burada da var. Prosta burada daha mürəkkəb xarakterli biz oyunlarda, burada da sujetli rolli oyunlar məsələn götürə bilərik ki, çünki burada bir növ uşaq, yenə də deyirəm, yəni müxtəlif nöqteyi nəzərdən baxır problemin həllinə, bir növ bilavasitə həmin situasiyanın, vəziyyətin iştirakçısı olmaq istəyir və mövcud olan vəziyyətə başqası gözü ilə rola girərək baxırlar. Yəni bu da uşaqların sonucda yaradıcı təxəyyülünün formalaşmasına gətirib çıxarır ki, bir növ uşağın konkret olaraq estetik yaradıcı inkişafının əsasını təşkil edir. Suallar nədir? Suallar da ki, yenə idraki fəallıqdır. İdrak fəallığının artırılması desəz gətirib qoyursunuz təlimin təşkilinə verilən tələblərdən idrak fəallığı müəllimlər, idrak fəallığı və idrak fəallığı da təbii ki, bərabərdir nəyə? Didaktik prinsiplərimizdən inkişaf yönümlülük prinsipinə. İndi deyəcəm niyə. İdrak fəallığı ona görə ki, uşaqlara sualları verirsiniz. Yəni sualların sayı da bu arada qeyd edeyim ki, normalda 4-5 arası yəni suallar olmalıdır. Çünki çox maksimum sual biz burada vermirik, məqsədə uyğun deyil. Və məqsəd nədir? Suallar yenə də birbaşa olaraq görürsünüz, əksəriyyətində, əksər iş üsullarımızda tənqidi təfəkkürə köklənir. Yəni tənqidi təfəkkürü uşaqlarda inkişaf etdirmək, bu suallar yəni necə verilməlidir uşaqlara? Bir-birinin belə deyək də əlaqəli şəkildə, mütləq şəkildə sualları belə necə deyim, spontan formada yəni vermirsiniz də, mütləq ardıcıllığı gözləyərək, məntiqi ardıcıllığı gözləyərək və təbii ki də verəcəyiniz mövzu ilə bağlı, mövzu və məzmunla bağlı bilavasitə suallar əlaqəli olmalıdır ki,
Çünki siz burada ardıcıllığı pozsaz, sistemliliyi pozsaz, o uşaqların bir növ motivasiya əksikliyinə gətirib çıxarar, maraq itkisinə gətirib çıxarar ki, uşaqlarda fəallığı yəni azaldar da. Ona görə də mütləq şəkildə siz baxın suallarda bu hissəni daha yaxşı bilməlisiniz ki, açar söz olaraq ki, məntiqi ardıcıllıq deyəndə siz nağıl etməklə qarışdırmayın, zəhmət olmasa. Orada zaman ardıcıllığının gözlənilməsi idi nağıl etmək iş üsulunda. Məzmun və mövzu bilavasitə əlaqəli olaraq tənqidi təfəkkürün inkişafına yönəldilir və əsas da uşağın idrak fəallığını harda görsəz, inkişaf yönlü didaktik prinsiplə inteqrasiya olunaraq suallar iş üsulu formasında verilir. Və sonda gəldik söz assosiasiyası. Söz assosiasiyası da biz bilirik ki, nə zaman istifadə edə bilərik? Burada daha çox məşğələdə, məsələn, müəllim məşğələyə əksəriyyətən biz bilirik ki, motivasiya mərhələsi ilə başlamalıdır əksər hallarda, amma birdən olar ki, motivasiya mərhələsi ilə başlamaqda çətinlik çəkilərsə, bu da təbii ki, uşaqların bir növ qrupda sosial, asosial uşaqların olması, hiperaktiv uşaqların olması, diqqət əksiklikli uşaqların olmasıyla əlaqədar ola bilər təbii ki. O zaman müəllim artıq aktuallaşdırma mərhələsinə belə deyək keçid edir. Çünki söz assosiasiyası əlaqədardır məşğələ mərhələlərindən aktuallaşdırma mərhələsi. Aydındırmı? Aktuallaşdırma. Qeyd edirsiniz. Aktuallaşdırma. Motivasiya mərhələsi əqli iş hücumu motivasiya mərhələmizdir. Müzakirə iş üsulu dərk etmə mərhələmizdir. Söz assosiasiyası isə aktuallaşdırma mərhələmizdir. Bəs tətbiq etmə mərhələsinin hansı iş üsulları verərək? Oyunlar. Aydındırmı? Burada hərəkətli də verə bilərsiniz, didaktik oyunlar da verə bilərsiniz. Fərq etməz. Niyə oyunlar götürürəm? Nəyə görə? Çünki mütəhərriklik var. Çünki kinestetika var. Kinestetik VAKO abreviaturasından kinestetik öyrənmə tərzim var. Orada da biz zaten tətbiq etmək nə deməkdir? Hərəkətlilik. Məsəl üçün, gövdədən yuxarı veririksə, tutalım deyirəm ki, mən kinestetik öyrənmə tərzinə malik uşağam. Gövdədən yuxarı verəndə biz deməli daha çox kiçik motorika, aydınmı? Didaqlaşdırma oyunlarında falan biz kiçik motorikamızı götürürük. Amma təbii ki də gövdədən aşağı hərəkətli oyunlardır ki, bizim bu belə deyək də böyük motorikamızın inkişafına təkan yaradır. Fiziki mədəniyyət məşğələmizin ümumiyyətlə, yəni tətbiq etmə mərhələsinin əsas iş üsulu oyunlar iş üsuludur. Yəni bunu da mərhələlərə görə əsasən bir növ məşğələnin mərhələlərini də demiş oldum qısa konkret olaraq, mərhələlərə uyğun olaraq iş üsullarını da əlaqələndirərək verdim. Və yaxşı, söz assosiasiyasında məqsəd nədir? Söz assosiasiyasını biz nə üçün, nə zaman istifadə edə bilərik? Burada əsas mahiyyət ondan ibarətdir ki, biz uşaqlara mövzunun belə deyək də əsas məğzini ifadə eləyən, mahiyyətini ifadə eləyən sözü uşaqlara təklif edirik. Aydındırmı? Hansısa tutalım ki, bir söz uşaqlara deyirik ki, situasiya ilə əlaqədar, məsəl üçün fərq yoxdur indi, yəni misal çəkirsiniz tutalım ki, uşaqlara və uşaq da asosiativ şəkildə onu xatırlayır. Yəni əsas burada açar söz bir dənə qeyd edin, yadınızda qalsın ki, asosiativ şəkildə xatırlama söz assosiasiyasının açar sözüdür müəllimlər. Asosiativ şəkildə xatırlama da bizim psixi proseslərimizdən, idraki proseslərimizdən hansına belə deyək də təkan verir? Hansıdır? Qeyd eləyək, hafizə. Çünki uşaqlar xatırlayır. Aydındırmı? Yada salma nədir? Xatırlama. Hafizə psixi prosesdir. Uşaqlar asosiativ şəkildə xatırlayır. Çünki əvvəl bilirlər və bildiklərinə əsasən belə deyək də, məlumatlara əsasən uşaq ona asosiativ şəkildə xatırlayır. Və bunu da artıq belə deyim də, bu üsul məşğələdə uşaqlardan belə deyək, əldə olunan nəticələri müəllim tərəfindən müqayisəli qiymətləndirməyə imkan verir və bu üsul bir növ təlim prosesində uşağın inkişaf dinamikasını belə deyək, dərk etməyə imkan verir ki, uşağın inkişaf dinamikası, dərk etmə mənimsəməsi nə vəziyyətdədir. Və ona görə də biz bu belə deyək də, bir mövzunun mənimsəməsinə, öyrənilməsinə başlamazdan əvvəl mütləq şəkildə söz assosiasiyası verərək uşaqların həmin mövzu haqqında bir görüm uşaq nə bilirlər, hansı məlumata malikdirlər. Təbii ki, bu körpələr qrupuna xas deyil, söhbət 3-6 yaş qrupundan gedir. Yəni
daha yuxarı böyük qrup uşaqlarındakı uşaqlar nə bilirlər? Məsəl üçün onlardan görüm nə var? Yəni nə dərəcədə məlumatdırlar, yəni verəcəyi mövzu ilə bağlı və təbii ki də uşaqların mövzu haqqında nə bilib və mövzunu mənimsədikdən sonra yeni və nə öyrəndiklərini aydınlaşdırmaq məqsədi ilə istifadə edirlər. Belə deyim də, yəni köhnə, fərqli və oxşar cəhətlər, bildiyi informasiya ilə, köhnə informasiya ilə qazandığı yeni informasiyanın oxşar və fərqli cəhətlərini hətta aydınlaşdıra bilirlər. Aydındırmı? Ona görə də bu iş üsulunun açar sözü, əsas açar sözü assosiativ şəkildə xatırlama və bir də mütləq şəkildə bunu da qeyd eləyirsiniz, müqayisəli qiymətləndirmə. Testlərdə düşə bilər ki, müəllimin uşaqlar tərəfindən, yəni əldə olunan bu nəticələri müqayisəli qiymətləndirməsi söz assosiasiyasının əsas açar sözüdür, müəllimlər. İzahımız bu qədər, müəllimlər. Mənə elə gəlir ki, bu dərəcədə, yəni geniş, ətraflı izah sizə aydın oldu. Çox sağ olun Kəmalə müəllimə geniş məlumat üçün. Təşəkkür Minnətdaram. edirəm, Leyla müəllimə. Müəllimlər, gəlin istəyirsiniz, əvvəla birinci mənə deyin görüm sual varmı dərsimizlə bağlı? Müəllim, axşamınız xeyir. Axşamınız xeyir müəllimə. Müəllimə, bu ödənişli dərs üçün çox sağ olun. Allah köməyinizdə olsun. Bu Təşəkkür həftədə neçə gün keçiriləcək? Həftədə 2 dəfədir müəllimlər, 2-ci və 5-ci günlər. Bugün mənim təqdimatımda 19:00-da, inşallah 5-ci gün Çox 21:00-da həmkarım Sona Əhmədovanın təqdimatında olacaq inşallah. bir də bu sizin verdiyiniz bu iş formaları, iş üsullarının PDF-ini atarsınız qrupa. Əlbəttə, dərs bitən kimi həm PDF-sin, həm də testlərini müəllimlər. Bəli. Və mən bilmək istəyirəm ki, görüm, yəni əgər suallarınız belə mənə ünvanlayacaq dərslə bağlı, qaranlıq qalan məqamlarla bağlı şəxsi suallarınız yoxdursa, vaxt itkisi etməyək. Biraz sual-cavab etmək istəyirəm sizlərlə. Təbii ki, məcburi deyil. Yəni hər birinizə hörmətlə yanaşıram. Dinləyici mövqeyində olan müəllimlər də bilirəm çoxdur. Könüllü kimlər istəyirsə buyurun müəllimlər. Və burada əl işarəsi qaldırın zəhmət olmasa. Aha. Birinci olaraq Mahirə müəllimə. Bəli, müəllimə, salam, axşamınız xeyir. Axşamınız xeyir olsun Mahirə müəllimə. Mahirə müəllimə, siz mənə belə deyim də ümumiləşdirmək istəyirəm ki, iş forması nədir, iş üsulu nədir? Zəhmət olmasa məlumat verin. Demək, iş formalarında biz orada uşaqların elə bil ki, həm qruplarla, həm yarım qruplarla, həm kollektiv formada istifadə edirik. Uşaqların, yəni nəzərə alaraq onların bilik bacarıqlarını, potensialını nəzərə istifadə edirik. İş üsulları isə bizim deyək ki, məşğələ zamanı, yəni iş üsullarını isə məşğələ zamanı tətbiq edirik. Aha. Məşğələlərdə. Aha. Yəni iş üsulları müəlliməyə aiddir. Müəllimə orada seçir. Bəli. Hər hansı bir təlimi, fəaliyyəti, məşğələni həyata keçirərkən istifadə edirik. İş formalarını da yəni uşaqları nəzərə alaraq ona uyğun həyata keçiririk. Ay sağ olun. Yaxşı müəllimə. Biz indi belə deyək də iş formaları siz mənə əsas deyin ki, 1-3 yaşlı uşaq, ümumiyyətlə 3-6 yaşlı uşaqlarla keçirilən iş formaları və iş üsullarını deyin mənə 3-6 yaş. 3-6-nı deyim yoxsa 1-3-ü? Yox, 3-6. Aha, 3-6 yaşlı uşaqlarda 4 iş forması var. Kollektiv, cütlərlə, qruplarla, bir də fərdi. İndi iş üsullarını da sayım da 3-6 yaşın. 3-6 yaşın iş üsulları da əqli hücum, nağıl etmə, şaxələndirmə, söz assosiasiyası, tapmaca, oyunlar. Ay sağ olun. Hansısa qaldı mı görəsən? Aha. Hə, müzakirə.
Müzakirə. müzakirə, Müzakirə, aha, klaster, bunlar problemli vəziyyət, aha, problemli suallar, vəziyyət, oyunlar, suallar və söz yəni suallar. assosiasiyası. Aha, Məlmə, siz mənə zəhmət olmasa oyunların 3-6 yaşında oyunlarla 1-3 yaşlı oyunların fərqini deyə bilərsinizmi? Bəli, müəllimə. Demək elə bir ki, 1-3 yaşlı uşaqlarda biz süjetli rollu oyunlardan istifadə edəndə, orada uşaqlar hər hansı bir rolu təqlid eləsələr də, o rolda yalnız özlərini görə bilirlər. Yəni hər hansı bir həkimliyi ya hər hansı bir peşəni həyata keçirəndə 1-3 yaşlı uşaqlarda onlar ancaq özlərini o rolda görüb təqlid edirlər. Yalnız özlərinə aid edirlər. Amma 3-6 yaşlı uşaqlarda isə artıq uşaqlar, yəni dediyimiz kimi başqasının gözü ilə də baxırlar. Yəni onlar bu oyun vasitəsilə oynasalar da onlar artıq dərk edirlər ki, həkimin rolunu oynayırlar, aşpazın rolunu oynayırlar, sürücünün rolunu oynayırlar. Yəni 3-6 yaş başqasının gözü ilə baxır, 1-3 yaşda isə öz gözləri ilə baxırlar. Bir növ imitasiya təqlid eləmiş olurlar. Aha. Ümumiyyətlə müəllimə, oyunlarda problem həll etmə bacarığı deyirəmsə, sosial və kommunikativ bacarıqların inkişafı deyirəmsə, bu hansı iş üsulun, belə deyək də, hansı yaşa uyğun iş üsuludur? Hansı yaşın iş üsuludur oyun? Oyunlar 3-6 yaşdır. Süjetli rollu 1-3 yaş. Deməli, müəllimlər, belə deyək də, problem həll etmə bacarığı deyirəmsə, əgər orada problem həll etmə varsa, uşağın bir növ yaradıcı fəaliyyəti, təcrübələrinin daha da genişləndirilməsi varsa, uşağın sosial əhatəsi varsa, kommunikativ bacarıqları bu 3-6-dır. 3-6-dır. Bəli, müəllimə. Aha, bu Amma 3-6 yaşda kommunikativlik o 1-3 yaşı da deyin. o dərəcədə olmur. 1-3 yaşın da oyunlardan açaq sözünü deyin. 1-3 yaşda dedik ki, imitasiyadır, təqliddir, bir də öz gözü ilə baxırlar. Ay sağ ol. Yəni bu 1-3 yaşda hələ kommunikativlik o dərəcədə inkişaf eləməyib bax onlarda. Ay sağ ol. Ən çox əməkdaşlıq 3 yaşdan başlayaraq daha çox özünü elə bir ki, biruzə verir. Aha. Müəllimə, siz mənə zəhmət olmasa fərdi ilə, belə deyim də, fərdi iş forması ilə qruplarla iş formasının fərqini deyin. Aha. Fərdi iş formasında uşaqların potensialını üzə çıxartmağa imkan verir. Amma qruplarda isə uşaqlar 3-4 nəfərlik kiçik qruplara bölünür və orada elə bir ki, əməkdaşlıq formasında olurlar da, kollektiv bir növ kiçik qruplar formasında olurlar. Fərdi iş formasının müsbət cəhəti hər bir uşağın potensialının üzə çıxmasıdır. Mənfi cəhəti isə vaxt çatışmamazlığıdır. Yəni hər bir uşağa ayrı-ayrılıqda vaxt çatışmamazlığıdır bir sözlə. Qruplarda isə yəni müsbət cəhəti onların bir qrup şəklində birləşərək elə bir ki, fəaliyyət göstərməsidir. Mənfi cəhəti isə onların işgüzar səs-küyün yaranmasıdır. Yəni burada hərə öz fikrini söylədiyinə görə qruplarda səs-küy də yarana bilər, amma bu da gördükləri işlə əlaqədar olaraq yaranan bir səs-küy olur. Ay sağ olun. Bəs yaxşı, belə normal xaos, belə deyək də, olur deyirik ki, məsələn, körpələr qrupunda biz nəyə görə deyirik əməkdaşlıq yoxdur? Biz nəyə görə orada, yəni sıx, yaxın əməkdaşlıq, kommunikasiya bacarıqları formalaşdıra bilmirik? Çünki uşaqlar dərk etmələri, yəni zəifdir hələ. Çox zəifdir. Onlar artıq başa düşmürlər. Yəni bir-birlərini yoldaşlıqdır, kompromisə getmək yoxdur onlarda. Ona görə də bəli, 1-3 yaş dönəmdə biz uşaqlarda daha da çox biz nə zaman konfliktlərə, yəni yol verməməliyik ki, belə deyək də, orada konfliktlər böyüməsin, xaos yaranmasın. Yəni uşaqlar arasında, bəli, bax bunu bilmək istəyirdim sizdə. Cütlərlə iş formasında, yəni biz seçərkən, bax indi saydığınız xüsusiyyətləri cütlərlə iş formasında biz yəni 2 uşaq ki otuzduracağıq, onları elə otuzdurmalıyıq ki, orada 2 konfliktli uşaq yanaşı otursa, sözsüz ki, burada cütlərlə iş formasını həyata keçirmək olmayacaq. Çünki onların artıq bir-birinə qarşı konflikti var və bu iş forması da müsbət bir nəticə verməyəcək. Sadəcə, məsəl üçün, potensialı bir-birinə yaxın olan uşaqları cütlərlə iş formasında otuzdururuq. Bəli, potensialı
potensialı yaxın olsun. Biz yüksək idraki inkişaf etmiş uşağın yanına gətirib zəif inkişaf etmiş uşaq da qoya O da bilmərik. mənfi nəticə verəcək müəllimə. Əlbəttə, Çünki mənfi zəif deyəcək ki, o fikir məndən daha ayrılığına yaxşı gətirib bilir, çıxaracaq. mən daha nəyi danışım. Bəli. Ona görə də o da mənfi nəticə verəcək. Doğrudur, tamamilə doğrudur. Mən sizə təşəkkür eləyirəm. Bu qədər aydın Çox sağ olun izahınız üçün müəllim, mən həqiqətən təşəkkür eləyirəm. Var olasınız. Təşəkkür edirəm. Çox Vaxtımız sağ olun. azdır. Hətta hər müəllim artıq buradan neçə nəfər əl qaldırıb. İstəyirəm hər müəllimə bir sual verim ki, digər müəllimlər də. Səkinə müəllimə, Axşamınız xeyir. axşamınız xeyir olsun. Səkinə müəllimə, kollektiv iş formasının müsbət və mənfi cəhətləri zəhmət olmasa. Aha, demək kollektiv iş forması müsbət cəhətləri odur ki, burada bir fəaliyyət üzərində tapşırıq verilir. Bəli. Burada zəif cəhət odur ki, güclü, yəni aktiv uşaq önə çıxır, passiv uşaq geridə qalır. Hər kəs bir fəaliyyət üzərində fəaliyyət göstərir, bir fəaliyyət üzrə işləyir də, belə desək, kollektivdə. Bəli. Fərqli səs çox olur. Mənfi cəhətlərdən biri də odur ki, Hə. Yəni ki, çatışmazlığı belə deyək də mənfi cəhəti budur ki, ümumiyyətlə bütün qrup fəaliyyətdə birləşir deyə. Yəni burada müəllim bəzən ola bilər də, yəni o qədər uşaq olur ki, biri var ki, yarım qrupla keçəsən, böləsən uşağı. Bir də var ki, 30 uşağın 30-unu da adaptasiya eləyəsən məşğələyə. Elə uşaq var ki, məsəl üçün sosiallıqdan, asosial uşaqlarla bir növ bağlıdır ki, utancaq, ümumiyyətlə danışmaq, kommunikasiya bacarığı zəif olan uşaqlar artıq geridə qalmış olurlar, yəni. Kollektivə adaptasiya ola bilmirlər, məşğələ prosesinin gedişatında çətinlik çəkirlər. Həqiqətən də, yəni kollektivdən, yəni kollektivin bir növ budur ki, yəni müəllim çox diqqətini ayıra bilmir. Aydındırmı? Yəni keyfiyyət, səmərə baxımından deyirəm. Ona görə daha çox aktiv uşaqlar elə kollektivdə baş çıxara bilir. Bir növ loru dildə desəm, yəni. bəli. Ay, sağ olun. Yaxşı, bir son sual da verim, çünki digər müəllimlərə keçməliyəm. Siz mənə deyin, 1-3 yaş, yox, necə deyəcəm? Klasterin söz assosiasiyasından fərqi. Klasterdə deməli, əsas anlayış mərkəzdə yapışdırılır. Onunla bağlı sözlər fərqlərlə birləşdirilir. Yəni tapmacadan da fərq odur ki, yəni tapmacada biz şəkil gizlədilir, yəni əsas anlayış gizlədilir, xüsusiyyətlər sadalanır. Amma klasterdə isə elədir ki, əsas anlayış ortada verilir, onunla bağlı müəyyən fikirlər onun ətrafında birləşir. Yəni bir növ deduksiya olunur da, belə deyək. Aha. Tapmacada induksiyadır, amma klasterdə deduksiyadır. Aha, bəli. Söz assosiasiyası ilə necə fərqləndirək? Söz assosiasiyada belədir ki, söz assosiasiyasında uşaqlarda deməli mövzunu keçiriksə, əvvəlcə biz izah etməmişdən öncə uşaqlar bu mövzu haqqında nə bilir, sual veririk. Yəni mövcud bilikləri səsləndirir. Ondan sonra mövzunu öyrəndikdən sonra bir də sual veririk. Mövzudan sonra nə öyrəndi? Yəni yeni nə öyrəndi? Əldə nə etdi? Bir də burada müqayisəli qiymətləndirmə, açar söz olaraq müqayisəli qiymətləndirmə də varsa, o söz assosiasiyası olacaqdır. Təbii ki. Doğrudur, təşəkkür eləyirəm bir mənalı olaraq. Yəni əsas odur ki, fərqləndirməyə biləsiniz ki, testlərdə də mütləq şəkildə o müqayisəli qiymətləndirmə, yəni nəticələrə əsasən uşaqlarda müqayisəli qiymətləndirmə aparmaq söz assosiasiyasının, amma köhnə biliklərin aktivləşdirilməsinə əsasən, belə deyək, məşğələlərin həyata keçirilməsi uşaqların köhnə biliklərinə əsasən o bayaqda qeyd elədim izahda. Yəni o əsas klasterin açar sözdür. Təşəkkür eləyirəm müəllimə. Digər müəlliməmiz, bir dəqiqə, Afiqə müəllimə. Salam müəllimə. Salam. Siz mənə əqli hücumun açar sözlərini qeyd eləyin, zəhmət olmasa. Əqli hücumda uşaqlar öz fikirlərini sərbəst ifadə edir. Həm də burada həm də beyin həmləsi deyirik də. Burada müəllim bir məsələ, problemin həllinə çalışır da. Uşaqlarla bir yerdə problemlə bağlı məlumatlar verir, məlumatlar topluyor. Bəli. Sonra
burada fəallıq artırılır, uşaqlarda fəallıq artırılır. Həm də motivasiya xarakterlidir də, məlumat geniş verilir, uşaqların fəallığı artırılır. Aha. Yaxşı. Bir də hansı iş üsulundaydı idrak fəallığının artırılması? Bir də suallarda da, Ay, suallarda da idrak fəallığı artırılır. Ay, sağ olun. Aha. Yaxşı müəllimə. Burada əsas ideyaların toplanması dedik, fərziyyələrin irəli sürülməsi, ideyaların toplanması, bir növ uşaqlar arasında fikir müxtəlifliyi yaratmaq. Hansı Bir məşğələlərdə müzakirə- istifadə olunur? Əqli hücum. Müəllimə, müzakirədə ideyalar, məlumatlar verilir, təkliflər verilir. İrəli sürülür. Mən əqli hücumu konkretləşdirmək istəyirəm ki, onu biz seçək testdə. Bütün məşğələlərdə əsasən əqli hücum, bütün mövzular, bütün məşğələlərdə əqli hücum iş formasından istifadə olunur. Aha, bütün məşğələlərdə istifadə olunur və təbii ki də burada yenə də əqli hücumunda problem həll etmə deyə bilərik. Bəli, müəllimə, demək olar. Aha. Amma açar söz olaraq problem həll etmə götürmürük. Burada əsasən deyirik ki, fəallığın artırılması, Bəli. Problem həll etmə hər birində ola bilər müəllimlər. Müzakirədə də olur, bayaq qeyd elədim. Əqli hücumda da ola bilər. Suallarla da bağlı yarana bilər, ola bilər, verilə bilər. Amma əsas problemli vəziyyətin harda problem gördünüzsə, uşağın problemə əsaslanaraq belə deyək də müzakirələrinin etməsi, problem vəziyyətin quruluşu mütləq problemli vəziyyət. Yəni başqa iş üsulu götürmürsüz oradan müəllimlər. Təşəkkür edirəm Afiqə müəllimə. Vaxtımız azdır, Sağ Nigar olun. müəllimə. Nigar müəllimə, Nigar Mənsimova. Bəli, Axşamınız xeyir olsun müəllimə. Müəllimə, siz zəhmət olmasa mənə nağıl etməni deyin. Nağıl etmə iş üsulu haqqında. nağıl etmə iş üsulu 3-6 yaşdır, iş usuluna aiddir. Nağıl etmədə belə deyək də məqsəd, vəzifə dəqiq müəyyənləşdirilir. Zaman ardıcıllığı gözlənilməlidir. Bəli. Ondan sonra belə də qısa müddət 10-15 dəqiqə ərzində aparılır nağıl etmədə. Bəli. Orada uşaqların ötürülməsi, dinləmə bacarıqları inkişaf etdirilir bu üsulda. Ondan sonra əyani vəsaitlərdən istifadə Mütləq. olunur nağıl Əyani etmədə. yönləndirilir, bəli. Və ən əsası sual verilsə ki, nağıl etməni hansı inkişaf sahəsi götürərsiniz? Hansı inkişaf sahəsi? İdrak inkişaf sahəsi Estetik götürər. yaradıcı götürərsiniz? Bəli, orada belə deyək də rollara girilirsə, orada estetik yaradıcılıq götürə bilər. Əslində müəllimə, idraki inkişaf sahəmizdə bədii təfəkkür məşğələrimizdə estetik yaradıcı biz inteqrasiya eləyə bilərik. Tutalım ki, indi biz güşələri keçən orada kitab güşəsinə falan toxunuruq. Bilirik ki, bütün güşələr fəaliyyət mərkəzlərimiz estetik yaradıcı inkişaf sahəsidir. Əgər təbii ki, rol varsa, nəsə canlandırma varsa, obraz varsa, obrazlı təxəyyülün məhsulu deyiriksə, yaradıcı təxəyyül, yəni yaradıcı təxəyyülün məhsulu o zaman təbii ki, estetik yaradıcı kimi inteqrasiya oluna bilər, yəni. Amma əslində idraki inkişaf Əsas idrak kimi götürülür. Əsas əlbəttə idrakdır. İdrakdır bədii təfəkkür məşğələmizin məhsuludur. Təşəkkür eləyirəm sizə. Çox sağ olun müəllim. Siz sağ olun. Sevda Bədəlova müəllimə. Bəli, axşamınız xeyir müəllimə. Xeyir olsun müəllimə. Salamlayıram sizi və çox təşəkkür edirəm bu dərs üçün. Təşəkkür edirik. Müəllimə, tapmacanı açar sözlərini deyin mənə qısa. Tapmaca oyun formasında olur və yüksək fəallıq yaradır uşaqlarda. Əsasən burada müəllimə lövhədə şəkil asır və şəklin arxasında şəklə aid elə bil ki sözlər olur və uşaqlar bu sözləri sadalayırlar və onu təxmin eləyib tapırlar. Aha. Deməli nə oldu əsas? Mən indi testdə necə biləcəm bu tapmacadır? Uşaqlarda oyun formasında keçirilir və yüksək fəallıq yaradır. Aha. Yüksək fəallıq. Lövhədə bəli, yüksək fəallıq yaradır. Hansı psixoproses götürərəm?
Hansı psixi prosesi inkişaf etdirir? İdraki, İdrakin diqqət psixi prosesini inkişaf etdirir. Diqqətlə diqqət, qulaq bəli. asmasam, diqqət psixi prosesim adaptasiya olmasam, mən necə bilərəm ki, söhbət nədən gedir? Aydındır. Bəli. Və bir son olaraq bir sual vermək istəyirəm ki, Buyurun. iş forması nədir, iş üsulu nədir və müəllimin hansı bacarığını təşkil eləyir? İş forması təlimin təşkilində istifadə olunan forma və üsullar var. Bunlar iş üsulları müəllimin özünün məşğələ zamanı istifadə etdiyi üsullar iş üsulları adlanır. Formalarda uşaqlara burada biraz çaşdım mən. Narahat olmayın. Formalarda çox həyəcanlıyam. Heyecanlanmayın. Necə bilirsiniz elə İlk dəfədir ki, bir müəllimə ilə sual cavab edirəm. Canlısınız. Formalarda uşaqlarda, yəni formalarda müəllimin uşaqlara, yəni necə deyim, Mənim axşamınız xeyir. Mən deyə bilərəm onun sualın cavabını. Mən istəyirdim müəllimə fikrini tamamlasın, amma buyurun deyin. Müəllimə özü də həyəcanı yensin. Buyurun. Bax müəllim, iş forması uşaqların oturuş qaydasıdır. İş üsulu isə onların təlimidir. Ay sağ ol. Yəni uşaqları nə cür formada otuzduracaqsınız, necə keçəcəksiniz, necə əsas müəllimin bir növ təşkilatçılıq bacarığıdır ki, məsəl üçün mən necə təşkil edim məşğələyə başlamazdan əvvəl fərdimi verim, kollektivmi verim, məsəl üçün bu uşağın cütlərləmi? Bəli, bəli, mütləq şəkildə, yəni bu qaydada, yəni ayırd etməlisiniz ki, yəni qarışdırmayın da, narahat olmayın. Yaxşı müəllimə. Təşəkkür eləyirəm. İstəmirəm növbəti sual vermək həyəcanlandım. Yox, istəsəz verə bilərsiniz. Yox, təşəkkür edirəm. Zamanımız azdır. Yoxsa sevə-sevə davam eləyərdim, inanın ki. Çünki vaxt məhduddur. Təşəkkür eləyirəm. Növbəti müəlliməmiz Süraya Nəbiyeva müəllimə. Bəli, müəllimə, axşamınız xeyir olsun. Axşamınız xeyir olsun müəllimə. Müəllimə, biz nəyə görə iş forması və iş üsullarımızı təlimin strategiyasına daxil etmişik? Ona görə daxil etmişik ki, müəllimə, iş forması, iş üsulları təlimin əsasını təşkil edir, yəni bünövrəsidir. Onsuz təlimi qurmaq mümkün deyil. Çünki hər bir müəllimənin özünün planlı, proqramlı olduğu kimi forma və üsulları da əvvəlcədən müəyyənləşdirməlidir və ona uyğun da özünün deməli maddi texniki bazasını təmin etməli, uşaqlar üçün işçi vərəqləri hazırlamaq və yaxud da təlimi düzgün quruluşunu, strukturunu düzgün quruluşunu konstruktiv müəllim olmalıdır. Bir B planı olan müəllimə olmalıdır. Hər bir səhifə əvvəlcə etməlidir. Müəllimə deməli maddi texniki bazanı əvvəlcədən hazırlamalıdır. Vəsaitlərin deməli əyani vəsaitlərin çoxluğuna fikir verməlidir. Bütün bunlar formaların məsələn uşaqların özləri üçündür. Uşaqlar seçirlər formanı. Amma iş üsulunu müəllimə özü seçir. Ay sağ ol. Məsələn, uşaqlar bir məşğələyə gedəndə deyir ki, mən bu birisi qrupu istəyirəm da, göstərir qrupun adını, deyir mən filan qrupa getmək istəyirəm. Onu uşaq özü müstəqil seçir. Amma məşğələnin quruluşunu quranda müəllimə iş üsulunu seçir ki, bu gün mən məşğələmdə, təlimimdə hansı üsullardan istifadə edəcəm. Bəli. Doğrudur. Və bizim təlim strategiyamız hansı formaları yəni əhatə edir, onu da qeyd edeyim, mənə zəhmət olmasa. Bizim deməli bilirik ki, kurikulum 3 hissədən ibarətdir. Məzmun, strategiya və qiymətləndirmə, dəyərləndirmədir. Strategiyaya deməli təlimin təşkili prinsipləri, planlaşdırma, iş forması, iş üsulu, deməli mühit ora daxildir. Bir də müəllimə ora pedaqoji prinsiplər daxildir. Ay sağ olun. Təşəkkür edirəm Süraya müəllimə. Və son olaraq bir müəlliməmiz qaldı. Burada Qazi yazılan profil müəllimə. Burada Qazi Abdullayev yazılan müəlliməmiz, adınız bilmirəm. Salam müəllimə, Səkinə müəllimə Bismillah deyirəm. Təşəkkür edirəm. Axşamınız Sağ xeyir olsun. olun. Müəllimə, biz nəyə görə iş formasıdır, iş üsullarıdır, ümumiyyətlə təlimin baxında hər şey plandan, strategiyadan başlayır. Biz bunu nəyə görə deməyim? İlk öncə mənə deyin ki, hansı prinsipi özündə ehtiva eləyir? Hansı didaktik prinsipi? İş formaları, iş üsulları.
İş forması, inkişaf iş üsulları, etdiricidir. aha, Bəli, müəllimə, inkişaf etdiricidir də müəllimə. Yəni hansı belə didaktik deyək də, prinsipimizi özündə ehtiva eləyir ki, hansı ki o pedaqoji prosesinin tamlığı deməkdir. sualınızı tam anlaya bilmirəm ona görə. Bilirsiniz nəyə görə deyirəm? Tam anlaya bilmirsiniz. Yəni biz strategiyadan danışdıq. Plandan danışırıq. Müəllimin ümumiyyətlə İnkişaf yönümlüdür də alan cari müəllimə. perspektiv planını qeyd eləyirik. Təlim təşkilinə verilən tələb prinsipdir, iş formasıdır, iş üsullarıdır. Bunlar hansı didaktik prinsipi özündə birləşdirir? Məsəl üçün biz bir çox şeyi uşaq yönümlülüyə aid eləyirik. Çünki uşaq yönümlülük böyük bir demokratik bir təhsildir. Amma bu pedaqoji prosesin tamlığı, yəni natamam yox, bütövlüyü, tamlığı hansı prinsip özündə əks etdirir ki, biz uşağı hansı formada yetişdiririk gələcəyə? Nəticə yönümlülükdür də onda müəllimə. Nəticə yönümlülükdür, nəticə çıxardırıq uşaqlarda. Şəxsiyyət yönümlü müəllimə yox, şəxsiyyət. İdrak var, Nəticə yönümlü var. sizin o nəticəniz, nəticə yönümlü bir müəllim olmağınızdır, məhsuldar, produktiv, onu demirəm. Uşağı necə formada yetişdirməlisiniz? Bir şəxsiyyət kimi formalaşdırırıq. Bu da müəllimə bağlanır idraka, psixomotor, milli kimliyin də belə deyək, sonra orada dəyərlər kateqoriyamız, bəli, doğrudur. Biraz müəllimə sualı üzr istəyirəm. Tam formalaşdıra bilməmişdim beynimdə. Narahat olmayın müəllimə. Ona görə açıqlamasını verdim ki, daha da yəni ipuçları verim ki, köməklik göstərim cavab vermənizdə. Doğrudur müəllimə, şəxsiyyət yönümlüdür. Əgər pedaqoji prosesin tamlığı pozularsa şəxsiyyət yönümlüdür. Məsələn, o şəxsiyyət yönümlülüyünün saydığımız 4 vacib komponentindən hansısa biri pozulmuş olarsa, tutalım ki, idraki var, ünsiyyəti yox. Eyni zamanda ünsiyyət də var, idrak da var, psixomotoruğu zəifdir. Təbii ki, pedaqoji proses də pozulur, şəxsiyyət yönümlü də natamam olmuş olur, aydındırmı müəllimlər? Və son olaraq da siz mənə qeyd eləyin, 1-3 yaşlı uşaqlarla hansı iş formasıdır? Onlardan müəllimə deməli var, deməli fərdi iş forması, yarım qruplarla iş forması, bir də kollektiv iş forması. Ay sağ ol. Hansı iş forması inkişaf etmir 1-3 yaşda? Onlardan biri də dedim də müəllimə yarım qruplar, kollektiv, bir də dedim şey. Cütlərlə iş forması hansı yoxdur? Yoxdur, cütlərlə yoxdur müəllimə. Ay sağ ol. Aha. Təşəkkür eləyirəm müəllimlər. Mən də sizə təşəkkür edirəm. Belə müəllimlər, artıq 20 dəqiqə işləyir. Müəllimə baxsın, mən qaldımı? Kimdir? Namiq adında. Aha, Namiq Abdulov müəllimə, aha. Buyurun müəllimə, özünüzü Bəli. Axşamınız xeyir, çox sağ olun. Yoldaşımın adına girmişəm. Buyurun, narahat olun. Özünüzü təqdim edin, zəhmət olmasa. Nigar Babayeva, tərbiyəçi müəllimə. İşləyən müəllimə, sertifikasiya hazırlaşdırır. Sertifikasiya 10 ildir işləyirəm. Çox şad idim, çox sağ olun müəllimə. Belə təlimlərə qoşursunuz bizi. Simbol ödənirsiniz. Çox xoş məqsədə. Məqsədimiz öyrənməkdir, özümüzü inkişaf etdirməkdir müəllimə. Mən təşəkkür eləyirəm. Bəli. Bir-birimizə dəstək, çox sağ olun, təşəkkürlər. Sağ olun, Nigar müəllimə, təşəkkür eləyirəm. Sağ olun, siz də çox sağ olun. Nigar müəllimə, bax, siz iş forması, iş üsulu deyərkən ümumiyyətlə sizə çətin gələn bir yer nədir, qaranlıq qalan məqam bu mövzu ilə bağlı? Qarışdırdığınız məqamlar. Yox, qarışdırmıram. Ən çox burada müəllimə cütlərlə işlə, qruplarla iş. Elə bir ki, eynidir də. Orada elə bir qruplarla da ən yaxın əməkdaşlıqdır. Amma qruplarla da yaxın əməkdaşlıq. Belə də görürsünüz, burada əməkdaşlıqlar olur. Hər ikisində var. Bir-birinin problemləri həll edirlər, kömək edirlər, dəstək edirlər. Yaxşı, yeni bir sual verin o zaman. Qoyun birə bir sual verim ki, siz düzgün toxundunuz ki, hər ikisində eynilik daha çoxdur. Yaxşı, gəlin fərqləndirək ki, cütlərlə də, ümumiyyətlə, cütlərlə deyim, belə bir şey deyim ki, hər ikisində sosiallaşma var, hər ikisində mövqe münasibət, yoldaşlıq münasibəti var, əməkdaşlıq var, kooperativlik var. Yaxşı, ən yaxın əməkdaşlıq hansına dedim açar söz olaraq?
Ən yaxın cütlərlə işlədim. Ay sağ ol. Cütlərlə. Ən yaxın. Sadəcə kooperativlik hansına dedin? Sadəcə qruplarladır. Ay sağ ol. Yaxşı. Problem həll etmə hansına deyərəm? Problem həll etmə cütlərlə işlədi. Qruplarla da daha çox. Cütlərlə. Qrup. Hə, qruplarla. Cütlərlə də 2 nəfərsiz. 2 nəfər problemin öhdəsindən. 2 nəfər. Doğru deyə demirəm, vermək o, amma daha çox qrupdadır ki, burada müxtəlif fikirlərin səsləndirilməsi, uşaqların ortaq bir 3-4 nəfər arasında. problem həll etmə bacarığını qrup götürürsüz müəllimə. Yaxşı. Müstəqil fikir söyləmək. Necə müəllimə? Müstəqil fikir söyləmə kollektivlə iş. Necə? Müstəqil fikir söyləmə kollektiv işdir. Qruplarla da. Qruplarla, hə, onlar çaşdıram. Qrup. Çünki burada müstəqil fikir söylürsüz, burada fərqli fikirlər var, müxtəliflik var. Bəs yaxşı, müstəqil fəaliyyət göstərmək. Müstəqil fəaliyyət göstərmək, fərdi iş formasında. Fərdi. Nəyə görə? İzahını verin. Çünki fərdi iş formasında uşaqlar öz potensiallarını, imkanlarını üzə çıxarır. Onlar deməli sərbəst iş görə bilirlər. Burada əməkdaşlıq ola bilirlər. Öz-özünə. Yəni ki, burada mənfi gəlirsə vaxt çatışmamazlığıdır. Bizə pislidə vaxt çatışmamazlığı. Təbii ki, müsbət cəhətləri çoxdur. Yəni uşağın daha çox sərbəstliyi, müstəqilliyi, bu sərbəstlik, müstəqilliyi, ümumiyyətlə fərdi iş formasındakı müstəqilliyi biz cütlərlə də necə fərqləndirə bilərik? Cütlərlə də müstəqillik varmı? Cütlərlə də müstəqillik yox. Müstəqil ancaq əməkdaşlıq eləyə bilər. Bir-birlərini köməyə dəstək ola bilərlər. Aha. Doğrudur. Yaxşı, şəxsi sosial məsuliyyət səriştəsi hansı iş formasının açar sözüdür? Necə? Şəxsi məsuliyyət? Şəxsi sosial məsuliyyət. Şəxsi. Uşaq həm özünün məsuliyyətini dərk eləyir, öz şəxsi fərdi, eyni zamanda ətrafı da. Ətrafı da o kollektivdir. Yox. Görürsünüz, qarışıq deyil. Eynizi qarışdırdım. Özüm elə verdim ki, görüm nə deyəcəksiniz. Şəxsi sosial məsuliyyət, ümumiyyətlə məsuliyyət hissinin formalaşması hansı iş formasıdır? Bu fərqdə olar. Məsuliyyət daşıyır da fərdi. Xeyr. Fərdidə nə məsuliyyət olacaq? Öz tək başına oyun dönəmidir elə bil ki də. Tək oyunu xatırladır. Öz üçün məşğuldur. Cütlərlə, əlbəttə cütlərlə də. Birin birinə, yoldaşına qarşı məsuliyyətli davranmaq hissi, birinə ən yaxın kooperativliyi götürürsünüz mütləq şəkildə. Çünki bir-birinə qarşı güzəştə getmək, kompromisə getmək, tərəfdaşlıq, yoldaş qiymətləndirməsi cütlərlə də qeyd eləyirsiniz mütləq şəkildə. Bəli, cütlərlə. Bəli. Bəs yaxşı, mən hansı iş formasıdır ki, orada gözləmə vaxtı verirəm müəllimlər? İş forması hansı gözləmə vaxtı? Kollektivlə işlə. Ay sağ ol. Kollektivdə gözləmə vaxtı verirəm. Nəyə görə müəllimlər gözləmə vaxtı verirəm? Çünki axı birgə fəaliyyətdir. Mən bütün qrup, bütün kollektivə, bütün tapşırıq eyni tapşırıq, vaxt eyni vaxt əsasında, müddət ərzində tapşırıqların icrası niyə mən gözləməliyəm? Nə üçün gözləmə vaxtı verirəm? 1 dəqiqə 30 saniyədir. Yəni niyə gözləməli? Çünki xaos yaranır da. Yəni 1 dəqiqə elə bir ki sakitlik verir uşaqlara 1 dəqiqə. Diferensial mühiti gözləməliyəm ona görə. Uşaqların müxtəlifliyini nəzərə almalıyam. Müxtəlif hərəkət tərzlərini, həm potensiallarını nəzərə almalıyam. Psixofizioloji, bəli, durumunu bəlkə də asosial uşaqdır. Bəlkə heç ünsiyyəti, kommunikasiyası zəif uşaqdır. Aydındırmı? Mütləq diferensial mühit bərabər olur gözləmə vaxtına. Bunu qeyd eləyərsiniz. Gözləmə vaxtı o zaman deyirəm ki, hər bir uşağın diferensiallıq nədir? Müxtəliflikləri nəzərə almaq, fərqlilikləri nəzərə almaq deməkdir. Bu qədər müəllimlər. Təşəkkür eləyirəm. Nigar müəllimə. Çox sağ olun. Təşəkkür. Siz də sağ olun. Çox sağ olun. Oldu. Maraqlı idi. Təşəkkür. Sağ olun. Gecəniz xeyir. Mən sizə testə vaxtımız çatmır müəllimlər. İndi dərs bitsin, test PDF-imizdə göndərəm. Çox xahiş eləyirəm, amma işləyin qəşəng, qrupa da qeyd eləyərsiniz.
Fikirlərinizi də indi qrupu da aktiv eləyirəm inşallah. Fikirlərinizi, rəylərinizi də gözləyirəm və dərsin rekord prosesini də göndərəcəm. Plus da video PDF-imizi də göndərəcəm inşallah. Yaxşımı müəllimlər? Çox sağ olun müəllimə. Minnətdarıq. Siz sağ olun. Çox sağ olun.